Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu və salatu və salamu alə mən la nəbiyyə bə'də həmmə bə'd. Davam edirik. Allah Resulü sallallahu aleyhi ve sellemin sirası haqqında müxtəsər risaləni Şeyxülislam Muhammed ibn Abdülvahhab rahimahullahın və bu gün də 24-cü dərsdə artıq və qaldıq, yəni Əl-Hicrə iləl-Mədinə. Allah Resulü sallallahu aleyhi ve sellemin Mədinəyə hicrət etməsi və sahabelərinin də. Deyir ki, Əl-Hicrə iləl-Mədinə və əzinə Rasulullah sallallahu aleyhi ve sellem lil-muslimin fil-hicrə iləl-Mədinə. Və yəni gün gəlir, Allah Resulü sallallahu aleyhi ve sellem müsəlmanlara izin verir, Mədinəyə hicrət etsinlər. Keçən dərsdə götürdük, yəni ənsarların beyət etməsi, yəni Mədinədən gəlməsi. İndi yəni artıq Mədinəyə hazırlıq, yəni ora hicrət etmək və Allah Resulü sallallahu aleyhi ve sellem izin verir ki, sahabələr hicrət etsinlər Mədinəyə. Fəbədəru iləyhə. Onlar da başlayırlar buna hazırlaşmağa, yola düşməyə. Və əvvəl mən xarəcə Əbu Sələmə ibn Abdül-Əsəd və zəvcəthu Ummu Sələmə. Və ilk hicrət edənlərdən Əbu Sələmə ibn Abdül-Əsəddir və onun zəvcəsi Ummu Sələmə radiyallahu anhumə. Və ləkinnəhə həbisət anhə sənə və hilə beynəhə və beynə vələdihə. Lakin Əbu Sələmə ibn Abdül-Əsəd çatır Mədinəyə, yəni hicrət edir, amma zövcəsi və övladı isə qalır bir il, yəni gedib çıxa bilmir. Thumma xaracət bə'də, ondan sonra çıxır öz övladı ilə Mədinəyə, yəni anası da, daha doğrusu övladının anası Əbu Sələmənin zövcəsi Ummu Sələmə. Thumma xaracu ərsələn, sonra hissə isə başlayırlar hicrət etməyə. Yəttəbi bə'duhum bə'dən, bir-birindən yəni izləyərək, ardınca gedərək. Və ləm yəbqə minhum bi Məkkə əhəd illə Rasulullah sallallahu aleyhi ve sellem və Əbu Bəkir və aleyh. Və nəticədə deyir, Məkkədə deyir, Allah Rəsulü sallallahu aleyhi ve sellem Əbu Bəkir və Əlidən başqa heç bir müsəlman qalmır. Yalnız istisna kimləri ki, müşriklər mecbur olaraq orada həbs edirlər, onlardan başqa. Və bu ikisinə də Əbu Bəkir Əli radiyallahu anhuməyə də Allah Rəsulü sallallahu aleyhi ve sellem yəni göstəriş verir, saxlayır öz yanında. Və addə Rasulullah sallallahu aleyhi ve sellem cihəzəhu yəntaziru mətə yu'məru bil xuruc. Və Allah Rəsulü sallallahu aleyhi ve sellem də öz bir əcihzatını, yəni öz tədbirini hazırlayır və gözləyir nə vaxt ki, ona hicrət etməyə çıxışa əmr gələcək. Və həmçinin də Əbu Bəkir də eləcə, o da öz əcihzatını, yəni öz belə deyək də, yəni azuqəsini hazırlayır, hicrətə hazır olurlar. Sonra yəni Qureyşilər isə bunu eşidərək, bilərək, yəni bir qərara gəlirlər ki, Dərun Nədva, yəni müşavirə evində Allah Resulü sallallahu aleyhi ve sellemə qarşı suiqəst etsinlər, yəni qətlə yetirsinlər. Fələmmə ra'əl müşrikun əshabə Rasulullah sallallahu aleyhi ve sellem qad təcəhhəzu və xaracu bi əhlihim iləl-Mədinə. Çünki görürlər ki, müşriklər görürlər ki, Allah Resulü sallallahu aleyhi ve sellemin əshabı, sahabələri hazırlaşırlar, azuqələrini toplayırlar və öz ailələri ilə Mədinəyə yola düşürlər. Arafu ənə dər mun'atin və ənəl qavmə əhlü hilqatin və bəsin. Və başa düşürlər ki, ora gedib çıxsalar, yəni Mədinəyə gedib çıxsalar, bunlar ora təsir göstərə bilməyəcəklər. Xüsusən də onlar döyüşkəndirlər, güclüdürlər. Yəni onlara qarşı bata bilməyəcəklər. Fəxafu xuruca Rasulillah sallallahu aleyhi ve sellem. O səbəbdən də qorxurlar, Allah Rəsulü sallallahu aleyhi ve sellem də çıxar aradan. Fəştəd əmruhu aleyhim. Və onların da artıq onun üzərində məsələsi daha da şiddət alar. Qorxduqları üçün. Ki, ora əl çatmazdı, ora bata bilməyəcəklər. Ona görə vəziyyət daha da gərginləşəcək. Yəni, dəvət biraz da geniş dövrə alacaq
və bunlar üçün böyük bir təsir olacaq bunlara qarşı. Fəştəmə fi Darun Nədva və ona görə toplaşırlar müşavirə üçün Darun Nədva adlı müşavirə diyarında, evində, belə deyək. Və hadrahum iblis fi surati şeyx min əhli Nəcd. Və orada həmin müşavirədə iştirak edir, həmçinin iblisin özü də qoca kişi surətində gəlir, Nəcd əhlindəndir, güya ki oradan gəlib. Yaşlı bir kişi kimi iştirak edir, ağsaqqal kimi. Fətəzəkəru Rasulullah sallallahu aleyhi ve sellem fəşərə kulli minhum bi ra'in və şeyx yarudduhu və la yardah ilə ən qalə Əbu Cəhil. Və hər birisi öz rəyini müşavirə edərək öz rəyini irəli sürür və həmin o yaşlı adam da, ağsaqqal da, şeyx, yəni iblis olan hərəsinin deyir, yəni o təklifini rədd edir və razı qalmır, ta ki gəlir növbə çıxır Əbu Cəhlə. Deyir ki, qad fərqə li fihi bi ra'in mə ərakum vaqa'tum aleyhi. Deyir, mənim ağlıma bir fikir gəlib ki, inanmıram ki, siz yəni bu fikrə gəlib çatasız yetişmisiniz. Deyir ki, nədir o bəs? Nə fikirdir? Əbu Cəhil deyir də, yəni fikir gəlib ağlıma. Qalə ərə ənə nəxuzə min kulli qabilətin min Qureyş quləmən cəldən. Mənim deyir, görüşüm odur ki, hər qəbilədən, Qureyşin bütün qəbilələrindən, hərəsindən bir cavan cəld uşaq, möhkəm bir uşaq təyin edək. Thumma nu'tihi seyfan sarman. Sonra ona iti bir qılınc verək. Thumma yadribunahu darbata rajulin wahidin feyatafarraq damuhu fil qabail. Sonra onlar hərəsi, yəni bir nəfəsdən bir şəxsin vurması ilə deyir, vursunlar ki, bu deyir qan deyir, artıq qan baxası bütün qəbilələr arasında yəni bölüşsün. Yəni eyni zamanda vursunlar ki, hamının üstünə düşsün qan baxası bütün qəbilələrə. Fələ nədri bənu Abdülmənəf bə'də zəlikə fələ tədri bənu Abdülmənəf bə'də zəlikə mə təsnə və lə yumkinuhə mə'adətil qabail kullihə və nəsuqu diyyətəhu. Və ona görədir ki, Abdülmənəf övladları bundan sonra deyir, bilməyəcəklər ki, bax, nə edək? Bütün qəbilələrlə hamısı ilə düşmənçilik edə bilmərik. Hə? Qanı da, yəni ondan sonra da qan baxasını deyir, yəni ödəmiş olarlar da, müştərək olaraq. Yəni hamısına qarşı düşmənçilik etməyəcəklər. Lakin qan baxasını yəni bölüşüb bütün qəbilələrdən çıxmalı olacaqlar. Fəqalə şeyh lillahi dur həzəl fətə, bu necə də deyir, yəni Allaha and olsun, necə də deyir, yəni gözəl fikirdir bu şəxsdən. Yəni iblis tərifləyir Əbu Cəhili. Həzə vallahi ra'yun. Deyir, and ol Allaha ki, bu doğru rəydir, doğru fikirdir. Fətəfərrəqu alə zəlik. Hamısı deyir, yəni bu rəy üzərində toplaşırlar. Fəcəə Cibril fəəxbərə Nəbi sallallahu aleyhi ve sellem bizəlik və əmərəhu əllə yənəm fi məttacihi tilkə leylə. Və Cəbrail əleyhissalam Allah Resulü sallallahu aleyhi ve sellemin yanına gəlir, xəbər verir bu haqda və ona göstəriş verir ki, öz yatağında bu gecəni keçirtməsin, yatmasın. Və cəə Rasulullah sallallahu aleyhi ve sellem ilə Əbi Bəkir nisfən nəhər və Allah Resulü sallallahu aleyhi ve sellem günüz vaxtı, günün günorta çağı Əbu Bəkir radiyallahu anhunun yanına gəlir. Heç vaxt, yəni həmin vaxtı gəlməyən vaxtıdır da, yəni günün günorta çağı, yəni gecələr çıxırlar ki, tanınmasınlar. Lakin mecburiyyətdən günüz vaxtı çıxır və üzün gözün də bağlayır. Elə ki, o nə deyirlər ona? Yəni paltarla üzünü örtür. Fəqalə əxric mən əndək. Deyir, özündə olanları hamısını çıxar. Yəni əhlindən də, yəni. Fəqalə innəmə hum əhlükə ya Rasulullah. Onlar yalnız sənindir, əhlindir, sənin, yəni bunlar səninkilərdir də, yəni o sevincindən deyir ki, yəni məni seçdin də, yəni hicrət etməyə, yəni yol yoldaşı kimi, yəni sevincindən deyir bunu ki, yəni mənim əhlim, yəni sənin əhlindir, yəni o dərəcədədir. Sevinç, sevgi, yəni Allah Rəsuluna qarşı sallallahu aleyhi ve sellem. Fəqalə Rasulullah sallallahu aleyhi ve sellem innallah qad əznə li fil xuruc. Sonra deyir ki, Allah Rəsul sallallahu aleyhi ve sellem ki, Allah izin verdi mənə hicrət edim, çıxım hicrət edim. Fəqalə Əbu Bəkir suhbətə ya Rasulullah, ey Allahın Rəsulu, mən də deyir səninlə yol yoldaşı olacağımı?
Dedi, bəli. Fəqal Əbu Bəkr, fəxuz bi əbi əntə və ummi. Elə isə deyir, anam və atam sənə fəda olsun, götür deyir, bu deyir, 2 heyvanımdan birini, yəni yük heyvanı da, yəni hansı ki, azuqəli. Fəqalə bisəmən. Götürürəm, amma qiymət müqabilində də, yəni ödəniş müqabilində. Və əmrə Aliyyən ən yəbitə tilkəl leylə ələ firashhi. Və Əli radiyallahu anhuya da əmr edir ki, həmin gecəni Allah Resulü sallallahu aleyhi ve sellemin yatağında keçirsin. Yəni orada onun yerinə bu yatsın. Və ictəmə uləkən nəfər yətətəlləun min sayril bəbi və yırsadunahu və yuridunu beyətəhu. Və deyir, yəni həmin o şəxslər, kimlər ki seçilmişdilər Allah Resulü sallallahu aleyhi ve sellemi qətlə yetirsinlər. Onlar qapının ağız deşiyindən elə ki başlayırlar izləməyə, puskuda dururlar ki gecə hücum etsinlər. Və yə'təmiruna eyyuhum yakunu əşqaha. Və işlərində bir müşavirə edirlər ki, ən bədbaxtı kim olacaq? Ən birinci, yəni bu addımı kim atacaq? Yəni bu mənada. Fəxaracə Rasulullah, ən bədbaxtı da, yəni Allah Resulü sallallahu aleyhi ve sellem öldürmək istəyən. Fəxaracə Rasulullah sallallahu aleyhi ve sellem aleyhim və Allah Resulü sallallahu aleyhi ve sellem onların yanına çıxır. Və əxəzə həfnətən min bətxə, bətxə yəni səhradan bir ovuc torpaq götürür, qum götürür. Fəzərrəhə alə ruusim və səpəliyir bunların başlarına və Allah Taala'nın bu ayəsini oxuyur. Və cəəlnə min beynə eydihim səddən və min xalfihim səddən fəxşeynəhum fəhum la yubsirun. Yasin surəsi 9-cu ayə deyir ki, və cəəlnə min beynə eydihim. Biz onların qarşısından bir sədd çəkdik və arxalarından da bir sədd çəkdik və gözlərinə bir pərdə örtdük ki, onlar görməsinlər. Və torpağı tökür başlarına, keçir yanlarından. Və bu haqda Allah Taala bu ayəni nazil edir. Fizyam kuru bikəl-ləzinə kəfəru liyusbituka əv yaqtuluka əv yuxricuka və yemkuruna və yemkurullah vallahu xayrul məkirin. Ənfəl surəsi 30-cu ayə Allah Taala buyurur ki, onlar deyir, sənə qarşı bir hilə işlətirlər, kafirlər, ki, səni həbs etsinlər və yaxud öldürsünlər və yaxud bu diyardan, öz diyarlarından çıxarsınlar, qovsunlar. Onlar hilə işlətdilər, Allah da onlara qarşı hilə işlətdi. Vallahu xayrul məkirin. Allah deyir, hilə işlədənlərin ən xeyirlisidir. Və mədə Rasulullah sallallahu aleyhi ve sellem ilə beyti Əbi Bəkr. Və beləcə Allah Resulü sallallahu aleyhi ve sellem Əbu Bəkrin evinə gəlir, çıxır. Fəxaracə min xavxa fi beyti Əbi Bəkr leylən. Və xavxa tərəfə, istiqamətinə Əbu Bəkr radiyallahu anhunun evindən gecə vaxtı çıxırlar, yola düşürlər. Fəcə racül fəra'əl qavm bi bəbihi. Və bir kəs gəlir. Görür ki, bunlar toplaşıblar Allah Resulü sallallahu aleyhi ve sellem qapısında, yəni öldürmək istəyənləri deyir də. Onlar toplaşıblar, qapıda izləyirlər, hələ də gözləyirlər bunlar. Allah Resulü sallallahu aleyhi ve sellem artıq çıxıb gedib. Bunlar hələ də gözləyirlər ki, o içərdən çıxacaq. Fəqalə mə təntazirun, deyir, nəyi gözləyirsiniz burada, deyir. Deyir, Muhammed sallallahu aleyhi ve sellem gözləyirik, deyir, qalə xibitum və xasirtum, vallahi mərrə bikum və zərrə alə ruusikum turab. Deyir, zəlil oldunuz, deyir. Yəni, itirdiniz, itkiyə düşdünüz, deyir. Artıq, deyir, and olsun Allaha, deyir, yanınızdan keçdi, əli bir başınıza torpaq da tökdü. Qalu vallahi mə əbasarnahu. Allaha and olsun ki, görmədik, deyir onu. Və qamu yanfilduna turaba ən ruusihim. Və durdular, başlarından torpağı təmizləməyə. Fələmmə asbəhu qamə Ali radiyallahu anhu anil firaş. Və səhərsi gün Əli radiyallahu anhu yataqdan durur, soruşurlar Muhammed sallallahu aleyhi ve sellem barəsində, deyir ki, la ilməli bihi, heç bir məlumatım yoxdur bu haqda. Və mədə Rasulullah sallallahu aleyhi ve sellem və Əbu Bəkr ilə qari Thawr. Və yollanırlar Allah Resulü sallallahu aleyhi ve sellem və Əbu Bəkr Thawr məğarasına, Thawr adlı məğaraya. Və orada da deyir, qapısını hörümçək öz toru ilə tikir. Yəni gizlənirlər orada. Hörümçək də öz toru ilə tikir qapısını, yəni girişini, mağaranın girişini. Və kənə qad istəcəra Abdullah ibn Urayqit əl-Leysi. Və icarə alırlar bir kəsi.
Yəni onu necə icarə? Yəni onu elə ki yardımçı, xidmətçi kimi Abdullah ibn Urayqət əl-Leysini götürürlər öz yanlarına. Yol göstərən olur da, elə ki. Yol göstərənlər olur. Yəni yol göstərmə, yəni məsələlərində güclü olur. Mahir usta olur. Və kana ala dini qavmihi. Lakin öz qövmünün dinində olur da, müşrik olur. Və minahu ala zalika və salama ilayhi rahilatayhima. Lakin onun yəni ki əmin salırlar, yəni əmin olurlar ondan, etibar edirlər ona və öz miniklərini, azuqələrini ona təslim edirlər və vədləşirlər ki 3 gündən sonra Savr mağarasında görüşəcəyik. Vəcədat Qureyş fi talabihimə və Qureyş deyir çıxır şiddətli şəkildə başlayır bunları axtarmağa. Fə əxazu məhumul qafə hətta intəhə ilə bəbil qar. Hətta özləri ilə o nə deyirlər ona? Yol izləyən var, axtaran, nə deyirlər ona? Slidapıtda yəni. Elə bir kəsləri götürürlər. Onlar da izlə axtaranlardır da elə ki. O iz də gətirib çıxardır onları mağaranın girişinə, qapısına. Fəvaffəqu aleyhi. Yəni gəlib nəhayət tapırlar o yeri. Tapmaqla tapırlar, lakin yəni özlərini tapa bilmirlər. Fəqalə Əbu Bəkir ya Rasulallah. Ona görə də Əbu Bəkir radiyallahu anhu deyir ki, ey Allahın elçisi, "Ləv ənə əhədəhum nazara ilə mə təhtə qədəmeyhi ləbsarana." Ey Allahın elçisi, əgər onlardan biri ayağının altına belə baxsaydı, deyir, bizi görmüş olardı. Fəqalə mə zannuka bisneyni Allahu salisuhuma. Sən deyir, yəni o iki nəfər barəsində zənnun nədir ki, Allah onların üçüncüsüdür. Lə təhsən innallaha ma'ana. Hüzn etmə, kədərlənmə, Allah bizimlədir. Həqiqətən Allah bizimlədir. Və kana yesma'ani kalamahum illə ennallah ama aleyhim əmrahuma. Halbuki deyir, yaxındaydılar, hətta söhbətlərini belə eşidirdilər, lakin Allah Taala deyir, onları deyir, həmin anda kör etmişdi, görmürdülər. Sonra deyir ki, Amir ibn Fuheyra adlı bir kəs yer'a ghanəmən li Əbi Bəkir, Əbu Bəkir üçün qoyunları otarırdı, çobanlıq elirdi. Və yetəsəmmə'u mə yuqalu anhuma bi Məkkə və onların barəsində məlumatları qulaq asırdı. Ki, Allah Resulü sallallahu əleyhi və səlləm və Əbu Bəkir barəsində nə məlumatlar var? Onlara qulaq asırdı, elə bir qulaq verirdi. Thumma yatihim bil xəbər leylan. Sonra gecə vaxtı gəlirdi, o xəbərləri çatdırırdı bunları ikisinə, mağarada qalanlara. Feyzə kana as-sahar sarihə ma'an-nas. Və səhərsi gün isə deyir, insanlar öz işinə gedəndə bu da onlarla qarışıb öz işlərinə gedirdilər. Yəni qarışırdı onlara da, elə ki gecə, elə ki gəlirdi, xəbəri çatdırırdı, onlar barəsində məlumatı toplayırdı, gəlirdi, onlara deyirdi. Sonra insanlara qarışıb gedirdi ki, yəni bilməsinlər hardan gəldi, necə olub. Və Ayşə radiyallahu anha deyir ki, fəcəhəznəhumə əhəssəl cihəz və ən sürətli şəkildə deyir, azuqəsini topladıq, onların ikisinin, Əbu Bəkirlə Allah Resulü sallallahu əleyhi və səlləmin. Onlar üçün yəni səfər azuqəsini bir torba düzəltdik. Fəqatət Əsmə bint Əbi Bəkir, Əsmə isə, Əbu Bəkirin qızı Əsmə isə kəmərindən bir qırıq qırır, elə ki o torbanın başını bağlayır o kəmərlə və digər torbaya isə, yəni su torbasına kəmərin digər hissəsini bağlayır və ona görə bu səbəbdən də yəni belə bir ləqəb alır. Zətun nitaqeyn. Zətun nitaqeyn, yəni iki kəmər qırığı sahibi də, yəni belə bir ləqəb kimi deyilir ona. Ki o yardım göstərir, yəni azuqə toplamaqda, yemək və içməklərin. Fəməkəsə fil qar sələsən, sonra deyir, bunlar deyir, mağarada 3 gün qalırlar, hətta xamidatın naru tələb, ta ki, yəni onların axtarış o şiddəti yatana kimi, ki, axtarışda olurlar, birinci şiddətlə başlayırlar axtarma, o fıstarı yatana kimi, yəni 3 gün qalırlar orada. Fəcəəhumə ibn Urayqit bir rahiləteyni fərtəhələ.
Və İbn Ureyqid, Abdullah İbn Ureyqid, hansını ki almışdılar xidmətçi kimi, yəni pulunu vermişlər, xidmətçi kimi almışdılar. O gətirir bunların yəni iki azuqə heyvanını, azuqə dolu heyvanı. Var da Əbu Bəkr Amir ibn Fuheyra və Əbu Bəkr Amir ibn Fuheyra o çobanı da öz tərkini alır, yəni belə çıxırlar. Ondan sonra gəlir qıssat Suraq ibn Məlik. İnşallah bunu da gələn dəfə davam edərik. Subhanakallahumma hamdika əşhadu an la ilaha illa ente estağfiruka